ne iştir? Kışın vaktinde siz gelmişsiniz cemaat böyle. Bu cemaat yazık böyle bu cemaat hara gitmez. Bu millet hara gitsin. Yok yanlar. Karamelim Hep siz kimlerse bir kelime sözde istifade edip gelip düşmüşsünüz. Otlak sahalerdi, buraya iki sahalerdi. Siz gelip düşmüşsünüz tarafta. Orada belediyenin 150 hektar boş yer var. Gebeksin'de pamuk ekiminde ekereksin. Bu otlak sahası bu cemaat ne kadar ahali burada başlanır? 2 bin 3 bin nefer aile başlanır ne burada? Xeyri ziyan nedir Mədiyyə? O rayon rəhbərini satdırır. Gözlərin kenarı. Heyvandarlıq sahasında bu az şey değil bu. Prezident ora prikaz verir, orada bura prikaz verir. Onları da bizde ne var? Prezidentin adına ispat ederek prezident demek ki de o diyebilir. Orada bura deyir. Bura ne var? Prezidentin adına ispat eder. Prezident deyip ki köşer cemaati incidi orada. Lezgin incidi orada. Heyvan saklaması. Seher diye traktörü uzat. Ailesi sağlaması diye prezident. Seher uzat gelipti. Keçer. Salih. Oradan kotanı koyup gidip ne? Adamda bir abır heyde yakışıyordu. Yok Allah belə bilmən deyiləm sənsən. Onlar özləri hara Sen ne deyip ağzını yağırırsan? İcra hakimiyyətə getmiş ki, icra hakimiyyəti deyir ki, iki nəfər eləməyə düşür, cemaata hüquq edir orada. Biz icra hakimiyyətə getmişik. Hemen bu cemaat gelip icra hakimiyyətə. Kardeş gene sözü zora değil, gözleriniz anca ora. Vallahi anca ora. Özümüz görüşürük, tabii görüşmüşüz icra hakimiyyəti. İcra hakimiyyəti hep aynı. Bir şey sözü işte bilen onlar orada. Burada bir kere sözler var. Qara müəllimə mən dünən xahiş eləmişəm, yalvarmışam, müraciət eləmişəm. Bu sürməyi mən tərəfdəyim, amma indi vaxtı deyil axı, indi biz qoyun məmləşin deyil taxlan qarayda üstün örtən. Bu heyvan saxalma qış qapında qış qapını kəsirdən mən indi hara gedim, mən bəs bu heyvanı harada saxlayım? Ben bir il imtiyaz olmalı, bir il vaxt verilmez, mən ziyanlarım ödənilmez, mən tikintilerimin hakkı ödənilmezdi. Bəs mən kimden alım bunları? Kim vermezdi mənə bunları? Orada gelip basınlar ki, kalan heyvanı da kıracağım. Adınızı familyanızı. Elmircan Məhmədov. Ne baş verir burada? Burada kardeş, ne terdim burada? Bir 20 gün bundan evvel icra başlığına xitam məktubu gelip... Hansı icra hakimiyyətindən, hansı? Ucar rayon icra hakimiyyətindən. Birində bir haftadır traktörler işliyor. O tarafta bir 150 hektar ekilir. Burada bir 100 hektar ekilir. Burada yine de ekilir. Bu üzər direnirler bineye. Bize deyirlər bineden çıkmıyor. Bura Qəbələ rayonunun binələrdir. Bəli, Qəbələ rayonundan. Biz Qəbələ rayon tərəfkeşliyi var mı? Burada Ləzgi Müsəlman Azərbaycanlı sözü var mı? Bilmirəm burada. Ne baş verir? Neçə illərdir bu torpaqlarda siz məskunlaşmışsınız? Ben 69-cu ildən Yo, ümumiyyətlə buranı deyirlər qədim dədə-baba torpaqlarınızdır, sizin qışlaq yerlərinizdir. Bəli, o vaxtdan məndən əvvəl də olublar da burada hər halda. Küdürü sözü deyirlər. Küdürü sözü nə deməkdir ümumiyyətlə? Küdür düzəngah. Qışlaq. Düzəngahlıqdır. Su çıkmayan kurup yerdi. Düzəngah. Bura ne oldu? Buna adı doğru 68 adlanır. Nə qədər burada yataqlar var təxminən? Burada 4 kurum var hal-hazırda. 5 ev var. Bir yatakta o tarafta 6 yatak. Aşağıda çoktu. Küdür zonasında yataklar. Bu ərazilərdə nə qədər qoyun saxlanılır təxminən? Ərazilərdə hal-hazırda bizim binada 1200'den yukarı doğar koyun var. Yani kırdaları. Bayağı yoldaşlardan biri qeyd etdi ki 45-50 min, 45-50 min arası koyun var bu ərazidə. Bəli, qışlaq, küdür qışlaqlarından bəri, bəli, var. Bəs nəyə görə buralardan sizləri sıxışdırırlar? Məhz tək sizləri sıxışdırırlar, ləzgiləri. Onlar hamısı qoyunçuluqla oynayanlar hamısı ləzgidir. Qəbələdən gəlmə zadlar, getmə söhbəti var burada. Sizin müqavilələriniz varmı? Müqavilələrimiz var. Mənim müqaviləm şəxsən indi bu ayda qutarır. Amma ərdə də vermişəm əlinə yeniləyən var, yəni baxan var, nə cavab verəm. Nə deyirlər, nə ilə əsaslandırırlar ki, baxmamaqlarını? Xitam veriblər ki, sizin vaxtınız qutarıb. Elə adam var ki, 20 ilə veriblər, müqaviləni bağlayıb, 20 il. Hələ 3-4 ili var, xitam veriblər işinə. Burada bax, şəxsən burada Göyşəv Sultan Bala Sultan oğlunda 3 il vaxtı qalıb. Göyşəv Rəhim Bala Sultan oğlunda yerində 3 il vaxtı qalıb. Amma xitam verilib işinə.
Xəbərdarlıq etməyiblər sizləri. Heç bir xəbərdarlıq olmayıb bu vaxtdakı xitam Və məktəb nə nəzərdə tutulur burada əkiləcək? Quya pambıq. Amma pambığın indi vaxtı deyil axı. İndi pambıq vaxtı, pambıq sumunun vaxtı deyil. Pambıq sumunun ben ata baba gözüm açandan görmüşəm ki, dekabr, axır yanvarda sumlanır, qışda sulanır, yazda da malalanıb əkilir. Amma indi sürülən sum mütləq ikinci dəfə sumlanmamalıdır. Sumlanmalıdır eğer pambıqdan ötürü əkilirsə. Ama burada kimin hali var, kim ne tarih, kim ne varır bilen yoktur. Kime şikayet ediyoruz onu da bilmiyor. Ancak deyirlər ki, prezident tapşırıq verib. Prezidentin de tapşırığını biz de daim izləyirik, siyasətini de beğenirik. Prezident tapşırıq verib ki, qoyun fermerlərə toxunmadan boş kənd ətrafı, belediyenin burada yerleri var, onlara toxunulmur. Kənddə olan boş torpaqlara toxunulmur. Ancaq gəlib büyünələrə toxunublar, ham torpaqları əkirlər. Prezident bunlar məsəl üçün ağzına gələn biri danışır ki, Ləzginin burada torpağı yoxdur. Bizim respublikamız tolerantlıqda dünyaya meydan oxuyur bugün. Prezident onu bil, prezident heç vaxt onu elə söz deməz. Kim deyir ki, Ləzgin torpağı yoxdur? Burada gediblər Süreyyin məsəl üçün deyir ki, Ləzginin torpağı məsəl üçün qəbul da eləməyiblər. Heç düz əməlli ağsaqqal gedib başçının müavini heç düz əməlli qəbul da eləməyiblər. Ucar rayonunun Bakısı. Kimdir adı familiya sənin Bakının? Bakılı Mənsur Məmmədov cənab. Ləzginin yeri yoxdur deyən ifadəsini kim işlədib? Ləzgin orada cemaattan olur, o cemaattan olur, o başçılardan iş adamları iləmir. Yine sözden tuturlar. Ama medeni surette sıkıştırırlar ki çıkar. Medeni surette. Agronom. Düne ne agronom? Bütün agronomlar nedir kardeş? Hayır. Salih. Agronomdur. Pambığın agronomudur. Ahır biz belayı düşmüşük, bilmiyoruz. Hürmetli prezident hiç vaxt demez ki git kimisi elinde torpağı al ginen ek ginen. Ve o diyor ki boş yerler kalmasın. Ne bileyim ben birgə təsərrüfatlar yaradın ekin. Yoksa bu herek boyunçuluk için nəzərdə tutulmuş torpaqlardır. Burada ekinçilik için hiç təyinat değişmir bak hele. Bu torpaqların əkinlə bağlı təyinatı dəyişilməyib. Değişilmir ben. Bu təyinatında qeyd olunub ki, Nazirlər Kabineti dəyişməlidir təyinatı. Ancaq qeyd olunub ki, qoyunçuluq üçün nəzərdə tutulur. Qoyunçuluq üçün nəzərdə tutulmuş torpaqlar. Sırf qoyunçuluq üçün. Ama nədən çıxmaya İndi burada pambıqçılıq əkilsə, belə çıxır ki, həmin 50.000 baş qoyun məhv olmalıdır. Məhv olmalı, bəli. Qoyunçuluq da iqtisadiyyatın bir növüdür. Ölkəni ətlə təmin edir, ət məhsulları ilə, yunla, pendirlə, deyək ki, digər ağartı məhsulları ilə. Onda belə çıxır ki, bunlar pambığa qurban verilməlidir. Qoyun pambığı yeməlidir, bəli. İclasında fermerlərə toxunmadan, fermerlərə verilən bütün infrastruktur məsəl üçün maniyeləri aradan götürmək üçün neçə dəfələrlə sərəncam verir ki, fermerlərin heç bir hüququ pozulmamalıdır, inkişaf eləməlidir. Fermerin inkişaf eləməsi üçün prezidentin fərmanları, göstərişləri var. Bütün nazirlərə, nazirliklərə, hamısına. Biz özümüz də qulaq asırıq televizorda. Prezidentin siyasətini daim izləyirik biz. Prezident heç vaxt məsəl üçün hardasa qoyunçuluqla məşğul olan adamın deyir çörəyini, get çörəyini əlindən al deməyib heç kim. Demez ya sonra. Öyle şeyler mi? Siz özünüz təqdim edin, adınız, familiyanız nədir? Şamilov Rəhman? Bəli, Aslanov. Qəbələ sakinisiniz siz də. Qəbələ sakiniyəm, mən də burada qoyunçuluqla məşğul oluram. Aha gedin. Buyurun siz. Vaxtdakı olmuşsunuz deyir, hindi çoxun gedin. Kim deyir o ifadəni? Məhəmməd Tağıyev deyir, bu carın, o günü getmişik, bizə məhəldə qoyun. Ərazimiz Dağıstanda deyir torpaqlarımız. Harada deyir? Keçən gedəndə deyir. Məhəmməd Tağıyevdir kimdir? O deyir ki, köçün, gedin sizin torpaqlarınız, deyir Ləzgi cəmahatsız, sizin torpaqlarınız Dağıstan ərazisində deyir. Yox, mən Dağıstanlıyam, mən Azərbaycan vətəndir. Mənim babam burada olur, babamın babası burada olur. Dədəm buradadır, mənim hələ, dədəmin hələ 85 yaşı var. Yox, mənim babam buralara gedəndə heç, sənin baban heç yox idi burada. Vardır sənin baban. Tanırsan, sən özlədi, sən haralsan. Sən hardan gəlməz? Tanırsana qardaşlar. Yox, yox da Ləzgin oğaz adı salmıyor. Deyir Fuad müəllimdə yer azlığıdır ki, Adil müəllimdə nə qədər yer var? Niye sürünür? Çünkü onlar ucarlıdır, yerli bağlıqdır bu. 1 metresi əkilmir. Qatar oldu ki, oradan da əksinlər də. Onlar da mənlə götürüb qəbələyini bağlayıblar, müqaviləni.
Bize kardeş bu Ucar icra hakimiyetine biz gedəndə mədəni sürətdə bizə dedi ki, kardeş bu il gəlmişsiniz. Hələ siz sevinin ki bu il qışdan çıxa biləcəksiniz, bilməyəcəksiniz. Vaxtında hara başımıza çarə qılın dedik, gedin buradan köçün. Nə yerimiz yoxdur, nə bir şey. Sərəncamımızda da xitam verilib. Buradan vəbşə üzlüşün, yığışdırın şələkilərimizi gedin. Biz hara gedək? Biz onda Dağıstana getməliyik. Rusiyadan sığınacaq şey istəyək ki, dəstəkləyək ki, gəl bizi buradan götür, biz harasa başımıza imdad edək. Bizim ayrı əlacımız yoxdur. O da traktorlar, tap şunludur, köçməlisin. Biz qışın çağında biz köçərik. Bu 1000 baş doğar koyun var. Bu 1000 baş doğar koyunun da harası 1200-1300 başda kuzusu var. Bunu hara eyləsin? Hele bu bir yataqdır. Hələ bu bir yataqdır. Orada Nəmiridə indi burada qadın xeylaqlar da var. Ayaq yolunu şuma saldı, stada salıb. Hasarın içinə. Ayaq yoluna da çıxmaq yoxdur deyir. Bu bəs nətər bu ləzgi Hardan oldu bu müsəlmançılar? harda qalıb məsələn? Bu cəmaət tualetə çıxamır, tualeti şeydə qalıb. Ayaq yolu zaten hasarın içində. İnsanlık hara getdi. İnsanlık hara getdi. Bu şumdu. Bir ay, 2 ay bundan qabaq payızdan bu şey deyildi. Xəbərdarlıq eləyədi, cəmaət öz başına bir çarə qılardı da. Bəs qışın çağında bu sürüləri hara eləsin? Hamısı ağızlarına da söz düşüb ki, prezident fərman verir. Prezident deyib ki, get ləzgini köçürt orada. Prezident o sözü heç bir vaxt deməz. Bizə imtiyaz verilməlidir. Mən bir vaxt dedim, bir il vaxt verilmədi. Əvvəldən xəbərdarlıq olmalıdır. Mənim ziyanlığım ödənilməlidir. Mən də sonra çıxıb rədd olmalıyam, harası getməliyəm. Mənim tikintilərim burada, mənim ərazim burada, evim burada, eşiyim burada. Hər şeyim burada. Mən qoyun gətirmişəm, gəlib dirənib, qış dirənib qabaqdan bu yana deyir ki, mən sürürəm. Sürürsən, 100 hektar orada sürürsən, 100 hektar orada sürürsən, 100 də burada sürürsən, 300 hektar darda yuxarı sürürsən burada. Qalıb qoyun deyil elə belə zadda. Bu yanıqda. Buranda şot deyiblər ki, hər sabah sürəcək. Belə iş olur belə. Bəs mən deyiləm sərsən, bəs mən hara getməliyik biz? Bir imkan verilmə qışı çıxardaq da heç olmuşsa. Bir qıraq sürürlər elə. Bir qıraq sürürlər. Sür şunlar, qara şum elə girən qoydur. İndi pambıq vaxtı. Aşağıda bayaq qeyd olundu ki, 55 hektar torpaq əkilib. Oradan nə qədər pambıq götürülürdü ildə? Oradan 1, 2, 3 tondu, 4 tondu pambıq götürülür. Nə qədər ora maliyyə vəsait ayrılmışdı? Çox 12 min, 15 min. Nə bilmirəm, bütün bir 45 hektar. 40 tona qarşı 6 ton pambıq veriblər. 6 tondur, nədir pambıq? Neçəyə yığdırırlar pambığı? 5 qəpiyə? Prezident amma 10 köpük hələ subsidiya verir. Bunun hər yığılan kiloqramı 10 köpük. Dövlət başçı. Yəni orada işləyənlər də deyirsiniz ki, dövlət büdcəsindən maliyyələşən təşkilatların içilərdir. Xəstəxana, təhsil şöbəsi. Bunlar cəmaət prezidenti aldadır haqqına orada gəlib. Pambıq əkirik. Dövlətdən subsidiya alırlar, ona görə də hökumətin pulunu verir. Orada yerli də bir boy o Silyan kəndindən bir dənə maşınla gəlib orada pambıq yığan sadə kənd cəmaat var. Qalan hamısı var. Orada burada işdən büdcədən maliyyələşən adamlardır. Onlara ödəniş edirlər onlar. O ödəniş etmirlər. Elə maaş alırsan get orada məcburdur. Nə var mı? Məcbur işlədirlər, ayrılan pulu da mənimsənir. Ayrılan pulu məcbur işlədirlər. Elə belə gətirib onu məcburi işlədirlər ki, sən oradan 100 manat maaş alırsan. Məktəb işçisidir burası. Gedir səhər, axşam məktəbin üstü, səhər pambıqda. Deyir 100 manat pul alacaq. Cəmaət hamısı görür da bunu fakt elədir. Cəmaətin subsidiyasını özü yiyir. 10 köpük pul verir. Kim ailəsini göndərməsə, pambıq gəlir pambıq. İşçi göndərməsə işdən çıxarılır. O yolla pambıq yığılmaq istəyirlər. Bir nəfər əhalini bunlar hələ bu qədər keçəndən pambığa başlayıb yerli haldən bir nəfər işlə təmin eləməyiblər, pul da vermirlər. Cəmaət adı ona görə də bu Respublikanın iqtisadiyyatı gündən-günə güclərin iqtisadiyyatına zərbə vururlar bunlar. Hökuməti aldı. Allah işi peşələri hökmü dövlət aldatma. Azərbaycan Respublikasının prezidentinin gözəl siyasəti var. Bütün yerlərə subsidiyalı nəzarətdə saxlayır. Rayonlarımız, bölgələrimiz gündən-günə gözəlləşir. Amma burada bəzi məmurlar həmişə əngəl törədir, cəmaatı incidirlər, prezidentin işinə maneçilik törədirlər bu adamlar.
Buyur. Biz Rusiyadan sığınacaq istəyirik. Burada bizə baxılmasa Rusiyadan sığınacaq. Bizə ancaq deyirlər ki, sizin yeriniz Dağıstandadır. Bizdə yer yoxdur. Biz ancaq Başqa xahiş çarəmiz edirik, yox. biz Rusiyadan biz sığınacaq istiyoruz. Belə olandan sonra. Rusiyadan sığınacaq istiyoruz. Bu milli münazir. Bu devletimizin rəhbəri, gözəl prezidentimiz. Cənab prezidentimizə qarşı çıxırlar, belə olmaz. Bu ili multikulturalizm ili elan edir. Xalqı Ama prezidentə burada qarşı çıxardı. bizi sıxılırlar. Bəqə sabah nümayiş olacaq Qəbələdə. Dolanmağınızın imkan Çərpənəcək nə qədər ləzgi var. Əlinə çomaq alıb hamısa gedəcək Qəbələyə. Nümayiş. Nəyə görə? Torpaqların üstündə. Bu da prezidentə xələl gətirir. Kimsə aranı qarışdırır, prezidentə xələl gətirir. Ən son gəlir yerimizdir, onu da bizim əlimizdən alırlar. Biz nə qayraq başqa da. Başqa heç nə köçmək lazımdır. Köçmək yox, köçürdürlər. Köçmək niyə? Sənin köçürürlər. Rusiya, Sən öz özünə köçəcək. bu münasibət çox pis münasibətdir. Belə olmaz. Heç yerə, bizim heç yerə müraciət edir. Biz qulaq asın. Biz Azərbaycan vətəndaşıyıq. Heç yerə müraciət, özümüzün prezidentimiz var. Bizim şərəf və ləyaqətimizi qoruyan gözəl konstitusiyamız var. Bu yaxınlarda referendumda qəbul olunubdur. Biz heç yerə getmirik. Biz bu respublikanın vətəndaşıyıq. Bizim prezidentimiz var. Prezident də hər bir Azərbaycanlıda yaşayan bütün xalqların prezidentidir. Biz prezidentimizə müraciət edirik. Prezidentimiz də bu işə çarə qılacaqdır. Özü öz sərəncamını da verəcək, tədbirini də görəcək. Bəzi adamların cəzasını da verəcək. Ora bura sığınacaq. Mən Azərbaycan Respublikasının vətəndaşıyam. Bəli, mənim hüququm var, haqqımı tələb edirəm. Burada prezidentin siyasətində bəyənirik, daxili, xarici siyasətində də çıxmırıq. Biz prezidenti həmişə dəstəkləmişik, dəstəkləyirik. Heç bir müraciət eləmirik, öz vətənimizdə öz prezidentimizə müraciət edirik. Prezidentimiz bizə çarə qılsın. Biz yaman günə qalmışıq.